Bugün ülkəmizdə Novruzun əsas atributlarından olan su çərşənbəsidir. Su çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ilk çərşənbədir və bununla da Novruz bayramına hazırlıqlar başlanılır. Bu gün suyun təmizlənməsi, həyat ünsürü olan təbiətin oyanması və suyun müqəddəsliyi ilə bağlıdır. İnanca görə Tanrı ilk olaraq suyu yaratmışdır və buna görə də ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə bu çərşənbəyə Əzəl çərşənbə, Gül çərşənbə və Sular Novruz da deyilir. El arasında su çərşənbəsi ilə bağlı bəzi ayinlər, mərasimlər keçirilir. Su hövzələri, quyuları təmizlənilir, su üstündən atlanmaq, sübh tezdən bulaqdan su gətirmək, insanlar arzularını, diləklərini suya danışmaq və digər ayinlər qeyd edilir. İnsanlar süfrəyə təmiz su, səməni, şam və güzgü qoyurlar. Bunlar həyatın aydınlığına işarədir. Su səni, su görətsin süsəni, keçmə namərd körpüsündən, qoy saxlasın su səni. Su çərşənbəniz mübarək olsun.